Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün xalq təbabətinin ümumiyyətlə görünən və görünməyən tərəfləri barəsində danışacağıq. Ruhumuzun negativ enerjilərə bu qədər dayanıqlıq olmasını və niyə bu qədər yüklənirik, xroniki yorğunluq bizə nədən yaranır kimi mövzular barəsində danışacağıq. Qonağımız isə Özbəkistandan bizə təşrif buyurmuş dəyərli bir insandır. Özbəkistanın Xalq Təbabəti Asosiasiyasının üzvü Biyanur sahibi İqbalcan Saliyev. Xoş gəldiniz. Eyni zamanda bizim tərcümə yardımçımız isə Firuzə xanım Mürsəlov olacaq. Bizə təbii ki fikirləri və suallarımızı tərcümə etməkdə kömək edəcək. Siz də xoş gəlmişsiniz. İlk öncə məhz bizim proqrama təşrif buyurduğunuza görə sizə öncəliklə təşəkkür edirik. Təbii ki, təbabət çox geniş yayılmış, belə deyə və inkişaf etmiş bir sahədir. Burada bəzən qəbullanan və qəbula etmədiyimiz tərəflər var. Amma yenə də sonucda insan həyatından söhbət gedirsə, təbii ki, siz tərcümə edə bilərsiniz, mən danışdıqca. Bioenerji ilə bağlı, məsələn, bilmədiyimiz tərəflər haqqında danışmaq istəyirəm. Ruhumuzun bu qədər yüklənməsi. Niyə ruhumuz bu qədər yüklənir və negativ enerjiləri özümüzə çəkirik? Nə baş verir? Çərçivədə negativ energiyələrini qopuq qəbul qılmamız, yəni ağırlıq his qılmamız. Endi avvalo assalomu alaykum. Aleyküm salam. Bizni ko'rib turganlar mana hozir butun dunyo ko'rib turibdi. Bütün dünyaya yayılmaqda. Biz O'zbekistonimizdan ko'rishib turishdi, Allohga shukr. Endi ko'proq biz O'zbekistonda tabobat o'chog'i bo'lgan. Bizim Özbekistan'da bir ocaq olub, tababətin ocağı olub. Bu hani İbn Sina bizi tababatın atası dese bo'ladi. Abu Ali İbn Sina bizim yani bütün bir tababətin, bizim yox, bütün bir tababətin atası belə hesab edə bilərik. Bəli, bir növrə olaraq orada qoymasına bağlı danışırsınız. Endi hozirgi paytda tabobat avloddan avlodga o'tib keladi. Tabiblarda. İndiki vaxtda təbabət, yəni atadan uşağa, yəni nəsildən nəsilə irsi olaraq keçib gəlir. Bunu oxub, bunun maktabi yox, tabobatda maktabi yox. Məktəbi yoxdur. Bizdə indi otasi, onasi, opa-dadasi kim bo'lgan, tabib bo'lgan bo'lsa, tabib oqimi keladi. Yəni onun nəslində kimsə təbib kimə işləyibsə, yəni onun yəni nəticəsində kimsə olacaq mütləqdir. Yəni onun bir məktəbi dəqiq bir şey yoxdur onun. Belə oturub. Biz ham shu otamiz, onamiz tabib bo'lishgan, bizga shu nasl bo'lib kelgan. Bizim də valideynlərimiz yəni təbib olublar, nəsillicə bizə də keçib. Endi men bu sohada men ko'proq bioenergiya bilan shug'ullanaman. Mənim əsas vəzifəm bioenergiya. Bioenergiya. Bioenerjinin insana verdiyi və insandan aldığı tərəflər. Bu haqda danışaq. Bioenergiyanın insana vergən və aladigən tərəfləri nədir? Endi bioenergiya bu insonda har bir inson uchun kerak. Kim bo'lishi kerak? Hər bir insana lazımdır bioenergiya. O sağmı, sağlam, basmı, kasalmı, xəstədir, sağlamdır, bütün bir cəmaata, yəni fərq etməz, hər kəsə lazımdır. İnqirozli holatga tushib qolgan odamlar bor. Boshqa kritik vəziyyətdə düşən bo'lsa ham boshqa ish yurmagan, har xil xayolda yurgan odamlarga ham bu kerak. İşə getməyən, misal üçün bir adama da lazımdır bu bioenergiya. Misal üçün öz başı qarışıqda işə getmir. Endi bizga masalan hozir bizni O'zbekiston prezidenti Shavkat aka Miromonovich biz tabiblarda addin bir assotsiatsiya ochib, masalan, shu qaror chiqarishdi 18-yilda. 18-yilda. Bizda shu masalan meditsina bitta kichkina bir tizim bo'lsa, tabiblarni ham bir keng tizimda o'sha birlashtirish maqsadida tabiblarni ham bir rivojlantirish, masalan meditsina bilan birgalikda ish olib borish uchun. Və bizim Özbekistanda bizim prezident Shavkat Miromonovich deməli o da bizim
tabobatli hareketimizi tiblə eyni vaxtda, yəni eyni səviyyədə getməyimiz üçün şərait yaradıb. Çünki tib bir yönəliş olsa, belə deyək, bir gediş, tabobatda bir o tərəfə gedən bir yolda deyək. Yəni inkişafı üçün şərait yaradıldı. Yəni yüksək nəticə almaq üçün, yəni bizim prezident belə qərar qəbul edib ki, 2018-ci ildə işte tiblə təbabatı birləşdirsin. Birləşkin. Yəni hər kəsin belə deyək də ehtiyac duyduğumuz əslində bioenerji ilə. Ruhumuz niyə bu qədər neqativlərə köklənir? İlk verdiyim suala cavab alaq. Birinci vergən sualımda cavab almaq üçün mən indi dedim, tüm bu insaniyyətə geri bo'lgan bioenergiyani hamma negativ enerjiləri energiya bilan bor hamısı. Hozirgi paytda anchadan beri insonda ruh birinchi ochilibdi. Tanadan oldin ruh turadi. Insonda tanasi ot bo'lsa, ruh chavandoz yiladi. Ruh boshqaradi. Bizni hozirgi kunda ruhimiz ko'p azoblanyapti-da. Uy tashishi, dunyo tashishi bilan o'ziga odam og'irlik tushyapti-da. Misal üçün bizi adamı biz qabağımızı, gözümüz qabağı gətirsə, bir əvvəl bir bədəndir, bir ruhda. Amma əslində ruh qabaqda getməlidir. Biz ruha odaqlanmalıyıq da, belə deyək də, diqqət çox yetirməliyik də. Misal üçün adam, bədən, bu at deyək, o adam atı idarə edən adamdır da, yəni onun at üstündə gedənlər. İdarə edən. Sağ olun. Bizdə indi cəmaət, özür istəyirəm. Cəmaət əsasən elə fəqət şu at üstüdə diqqətini ata yetirdirib. Çünki fikirləşmir ki, yəni atı idarə edən nədir? Yəni bizi idarə edən ruhumuzdur. Əsasən də elə köklənirlər ancaq fiziki məsələləri. Bəli, bizdə fiziki yorğunluq var və ətraf insanlardan aldığımız negativ enerjilər var. Endi misal shunaqa insonlar bor, hali nima desam ekan? Qalbi qoralangan insonlar bo'ladi-yu. Qalbi qora insonlar insonlar bilan gaplashib o'tirsangiz-chi, uni negativga tortasiz. Ondan unsiyat og'irligini shunaqa onun qara negativ, yəni qəlbi qara adamların negativləri insana köklənir. Masalan, endi yəni öz sizə keçir. Yəni o'tadi, insondan insonga, ruhdan ruhga o'tadi bu narsa. Bu ruhdan o'tadi. Masalan, hozirgi kunda masalan meditsina masalan ichki insonni davolasa, ruhiyati davolanmaydi. Misal üçün indiki vaxtda tibbiyat insanın aciz. İçki o daxili orqanlarını müalicə etsə, ruhunu müalicə etməkdə acizdir. Ruhiyatni biz bioenergetiklar masalan o'sha ilohi Allohdan so'rab, faqat shifoni Allohdan so'raladi. Shifoni Allohdan so'rab, shu inson uchun shu birinchi ochib ruhiyatni davolaymiz. Ruhiyatiga qaraganimizdan keyin ruh tetiklashni boshlaydi. Biz Allahın köməyi ilə əlbəttə ki, şəfa Allahdandır həmişəki kimi. Biz Allahdan şəfa istəyib, biz ruhuna odaqlanırıq. Yəni ruhuna biraz yəni normal vəziyyətə gətirəndən sonra adam başlayır özünü yaxşı hiss eləməyə. Ruhun əsas ruhda. Yəni belə deyək, negativ enerjilərlə dolu insanda əslində ətrafdan yansıyanda insan özündə nə baş verir? Yəni özümüzü negativ necə energiyanı aparırıq? ətrafdan özgə götürgən, ağagəndə insanında nəmələr baş verir? Endi ko'proq og'irlik his qiladi. Çox ağırlıq. Og'irlik, shu badaningizda shu ruhingizga ziyon yetkazadi-da buni negativ energiya. Masalan, qaysidir a'zoingiz bo'lsa, uni masalan bitta odam bilan gaplashyapsizmi, o'sha biron joy og'rib turgan bo'lsa, o'sha ziyonli holatda o'sha og'irlik yuk o'sha odamga o'tadi. Deməli, hansı bir negativ adamla danışanda o negativi yəni adama keçir. Hansı bir orqan zəifdirsə, elə o orqan daha çox yük düşür. Yəni elə o xəstəlik hiss eləyir. İnsonda nazar degan narsa ham bor, ko'z degan narsa ham borda. Adamda nazar olan bir şey. O'sha odam yomon ko'zda qarasa ham, masalan, o'sha odam og'irlashni boshlaydi. Kerak bo'lsa mana telefonda gaplashib turib hamchi odamlar
o'sha odamda qandaydir og'irligini olgandek bo'ladi. Bu o'tadi, bir-biriga to'lqin orqali o'tadi-da bu narsa. Hattoki nazar degan bir şey var. Yani göz değmesin deyirik biz xalq arasında. Yani onu hattoki даже pis baxsa belə onun negativ enerjisi keçə bilər adama. Ya da ki telefonla danışanda, misal üçün zəngilədə danışdı. Orada da yani öz pis enerjisini даже telefonla da verə bilər. Keçirdə bilər o birisini. Biz daha çox hər zaman deyirik ki, bir insanın aurası. Bu aura məsələsi var ki, bu insanın aurası mənə ümumiyyətlə xoş gəlmir. Və bəzən də deyirlər ki, bir insanın aurası xoş gəlmirsə, sən o mühitdə qalmağa məcbur deyilsən. Bizdə deyirəm ki, insanda bir aura deyilən nəsə var. Əgər bizə etəmiz ki, aurası sənə yoxmasa, sən yanında duruşqa yəni məcburməzsən. Yəni hər bir insan o auranı belə deyək də artıq hiss etmək gücünə sahibdirmi? Yoxsa bu da müəyyən insanlara xasdır? Adamlar o auranı hiss etişkə, yəni istədiyən dərəcədə güclüyümü ya ki, kimdir yardımı kerakmi bunu hiss qilish? Endi ko'proq bu narsani bizda ko'proq tushunolmaydi bu xalq. Shunday davlatlar borki, masalan, sharq davlatlarida, Xitoylarda faqat shu bioenergiya bilan davolanadi odamlar. Bizim ölkəmizdə belə deyək də bu o qədər də inkişaf olmayıb. Yəni bu mövzu, çünki bu bioenergiyanın dərin bir məsələ mövzusu belə deyək. Daha çox şərq ölkələrdə, məsəl üçün Çində belə yerdə orada əsasən də belə bioenergiya köməyi ilə müalicə eləyirlər cəmaatı. Yəni darı dərmanla yox, bioenergiya ilə. Bizdə hozir faqat inson bir kasal bo'lsa, meditsinada darrov borib ukol, dori olinadi. Lekin bu dori vaqtincha to'xtatib turish mumkin. Psixosomatika degan narsa bor. Meditsinada ham bor narsa bu narsa. Bu insonni birinchi ochida bizda shunaqaki, meditsina shunaqaki, oldin ruhiyatini davolamas, ichki dunyosiga qarama-qarshi ukol dorilar qilaveradi-da. Keyin buni psixolog bilan odamlar gaplashib shuni ruhiyatini oldin tozalaylik, davolaylik, qanchalik o'zgarish bo'ladi degan fikrni aytmaydi ko'pchilik. Əslində belə baxanda bir adam, xəstə adam tez sağalması üçün dərman qəbul edir, yoxsa iynə vurur ki, tez sağalsın. Əslində bu problem onun ruhiyyətindədir, onu heç kim qəbul eləmir. Ona görə də bu dərman bir müddət, yəni onu sağalda bilər də, yəni bir müddət. Ondan sonra yenə təzələnəcək, yəni təzədən dərman qəbul eləyəcək. Yəni biz belə çalışırıq ki, insanın ruhiyyətini təmizləyək, belə aurasını belə deyək də təmizləyək ki, uşaq adam polностью, yəni tam sağalsın. Tam bütövlükdə sağalsın. Bəli. Bəzən də bizdə xroniki belə deyək, yorğunluq sindromu deyilən tipdə bir xəstəlik var. Bəzən də bundan əziyyət çəkən insanlar çox olur, amma sonucda yenə də müalicələrə rəğmən bizdə ağrılar getmir. Hal-hazırda reklam fasiləsinə ayrılırıq. Fasilədən sonra ümumiyyətlə müalicə, terapiya necə aparılır, bizdə olan ağır negativ enerjilər necə götürülür məsələsindən danışacağıq. Fasiləmiz olsun, sonra yenidən buradayıq. Reklam fasiləmiz bitdi. Yenidən müzakirəmiz davam edir. Xatırladaq ki, bugün təbabət və insanda ümumiyyətlə ruhumuzu yoran negativ enerjilər fonunda bioenerjidən danışırıq. Belə deyək də, insanın təbii ki, negativ enerji insana bəzən bizi yoranda biz bəlkə də dərk etmirik nə baş verir. Yəni onun fərqində deyilik. Misal üçün də, əgər negativ enerjiya bizə təsir qılatkəndə, bəlkə bizə düşünməşimiz mümkün bunu deyildi. Nədən əziyyət çəkdiyimizi belə bilmirik. Bax, bu məsələlər var. Burada necə gedir? Biz müalicə üsulu, terapiya üsullarından danışaq. Ümumiyyətlə, hansı xəstəliklər, məsələn, artıq deyə bilərik ki, sizə həvalə olundu və siz artıq bizim müalicəmiz yolunda bir yola çıxdıq, bir yola başvurduq. Bizə, misal üçün, düşünməşimiz mümkün, qaysı bir negativ energiya bizə təsir qılatkənini bilməşimiz mümkün. Şunun üçün, siz qaysı bir xəstəliklərini müalicə qilişiniz mümkün. Yəni, siz məsləhət, misal üçün, xəstə gəldi, kəsəl, siz ona qanaqıb müalicə qilasınız. Endi bizdə, məsələn, ko'proq kasallik turi keladi. Endi biz har bitta kasalga biz
biz garantiya bermaymiz-da. Biz hech kimga biz garantiya bermaymiz. Bizim kadrlarımız da var, artıq efirdə gedir. Bax, bu xanımla bağlı nə problemdir? Əgər İqbal bəy danışırıqsa... Bu xalədə qanaqa bir kasal var idi, o'sha to'g'risida gapirib berarkansiz. Bu xolada bel og'rig'i bo'lgan, grija bo'lgan. Belinda grija varmış, yırtıq varmış belində. Grija bo'lgan, bu yurolmagan. Heç Yeriməsində problem var idi. Yeriyə bilmirdi. O'sha holatda bular shifo izlab kelgan, bir ikki seansda o'zi natija bo'lgan. Şifa axtarıb mənim yanıma gəliblər. Bir-iki seansdan sonra nəticə уже ortalıqda idi. Var idi. Bu ko'p xastaliklar og'irlik, bel, oyoq og'riqligi bilan keladi, yurolmaganlar. Çoxlu əsas xəstələr, mənim yanıma gələn xəstələrin əsas hissəsi bel ağrısı ya da yeriyə bilməmək. Yerimədə problem yaşayan insanlar. Bel og'riq, qanaqadir ichki kasalliklar ko'p keladi. Masalan, jigar, daxili orqanlar xəstəlikləri də gəlirlər, qaraciyər. Bizda dardman, masalan, og'rigan joylar bor, masalan, o'shalar keladi. Masalan, hozir mana ko'ryapsizlar, hassada kelgan ayol mana. Hassada kelgan çubuqla gələn xanımda, hassa ilə gələn xanımın artıq sərbəst yeriməsi. Yürüb getdi. Onun əsası əlimdədir deyir, özü gəzir indi deyir. Təbii ki, təbabət bizdə geniş formada, elə bizdə də çox dəyərli olaraq qiymət verilir və bizdə fitoterapevtlə məşğul olan həkimlərimiz var və elə tibbin də, elmin də qəbul etdiyi bir gedişatdır və burada müalicə üsulları, təbii ki, indi onları ola bilsin ki, indi sadalamırıq hansı formada, təbii ki, təbabət yolu ilə müalicə üsulları, amma yenə də sonucda uğura qazanırıqsa və uğur əldə ediriksə, nə yaxşı ki, bizə. Bu təbabətdə bizə deyəm ko'p, yəni təbabətimiz bizə deyəm ko'p rivojlangan, ko'p xəstələrimiz, kasallarimiz hamısı, yəni sağlıq topgan, şifa topgan. Shuning uchun agar bu yo'limizda natija agar olayotgan bo'lsa, yəni bizə yəni to'g'ri yo'lda ketayotgan ekanmiz. Belə deyək, İqbal bəy, yürüməsində problem olan, yerimə problemi yaşayan bir insanın, məsələn, biz müalicəyə alırıq. Nə qədər müddətə, siz ilk baxışdan ona bir müddət vaxt təyin, nə qədər müddətdə artıq effekt nəticə ala bilir? Kasal yoningizga kelsa agar, siz uni qarab turib qancha muddatda, yəni qancha paytga siz uni sog'alta olasiz? Endi bu bir xil odamda bas ixlos bilan kelishga biz oldimizga-da, birinchi ochida ixlos. Əvvəl bizim yanımıza gələndə bir dərin inançla gəlməlidir yanıma. Hozir tuzalib ketaman, borsam shifo topaman deb faqat Alloh. Masalan, bizda og'iri doktorlardan umidini uzganlar keladi. Bizim yanımıza çoxu həkimlərdən əlini uzan xəstələr gəlir. Yəni gəlir ki, Allahdan heç olmasa bu adamdan şəfa tapacağam deyə gəlir. Yəni Allah deyib gəlir. Endi masalan bir xilgala bitta seansda yaxshi bo'lib ketishi mumkin. Yurolmay kelganlar yurib ketishi mumkin, hastalarni otibdi. Bir cürə xəstə bir seansdan belə sağala bilər. Məsəl üçün elə əsasında ata bilər bir seansda belə. Bir xilgala 10 bir xilgala Təbii, elə hər insanda etibar və güvən hissi çox önəmlidir. Əslində elə biz istənilən mütəxəssisə yönələndə bizdə inam hissi olmasa, təbii ki, nəticəni ala bilmərik. Mən xatırlatma edim ki, İqbalcan Saliyev təbii ki, bu dünən bizim artıq Bakımıza təşrif buyurub. Ayın 22-sinə qədər Bakı şəhərində olacaq. Azər bəyin dəvəti ilə təşrif buyurub bizim yaxın dostumuz. 20-sinə qədər üzr istəyirəm artıq Bakı şəhərində olacaq. Ekranda yəqin ki, bizim əlaqə nömrələrimiz gedir. Birbaşa əlaqə saxlamaq təbii ki, bu nömrələr vasitəsilə həyata keçirilir. Əsas odur ki, nəticədə kiməsə kömək etmiş olaq. Bu nə gözəl bir əslində bir çabadır ki, sərf edirik. Gerəligi bizə yolumuzda da kimgadir bir səbəbçi bo'lishimiz. Səbəbçimiz xolos. Masalan, har bitta odamga aytaman, videolarimda hamchi, efirga qo'ysam hamchi, faqat shifo Allohdan deyman. Faqat videolarımda da məsəl üçün bəli, mən onu vurğulayıb ki, İqbalcan Saliyev Özbəkistanın əslində bayaq vurğuladığım kimi Xalq Təbabəti Assosiasiyasının üzvü və çox nüfuzlu bir insandır. Bu sahədə təbii ki, Özbəkistanda yetərincə tanınan, seçilən insanlardandır və onun müalicəsi, nəticəsini görən insanların, yəni artıq canlı şahidlər o qədər çoxdur ki, nəysə danışmaqda ehtiyac yoxdur. Bakımızda isə
artıq ikinci səfərinizdir. Biz keçən səfərinizdə artıq görüşdük. İkinci gəlişinizdir. İnşallah ki, mütəmadi olaraq bura gəlməsi və burada çalışmağı düşünürsünüz. Endi biz yana aytyapmizki, har oyda masalan 12dan 20gacha Baku shahrida bo'lamiz. Biz endi deyirik ki, hər ayın 12-sindən 20-sinə qədər, hər ayın 12-sindən 20-sinə qədər Baku şəhərində olmaq. Çünki müalicə eləyən insanlarda seansı nəticələri olması üçün bura gəlməyiniz lazım. Məsələn, başqa davlat, Rossiyada, Moskvalardan gəldim, mən bugün seansımızga ham. Hə, bugünkü seansımızda da Rusiyada yaşayanlar, xəstələrimiz gəlib yanımıza ki, yəni davam eləsin. Şifa tapdı, bugün də özü nəticəyə ega bo'ldi. Şəfa tapıb, elə bugün də o nəticəsini görür. Bütün bir seansın, yəni şəfasını. Faqat Alloh, mən heç kimə səbəbçiman. Faqat ixlos qilib kelsa şifa tapadi. Mənim yanıma gələn adam dərin inamla gəlsin, şəfa tapacaq inşallah. Mən ancaq səbəbçiyəm. Səbəbçiman. Bir də İqbal bəy, bu baş ağrıları məsələsində bəzən bu ağrıları özümüzdə nədən olduğunu bilmirik. Xroniki bir vəziyyət alır. Qurtula bilmirik. Dərman içməyimizə rəğmən yenə də baş ağrıları davam edir. Bax, yəni bu haqda istəyirəm danışaq. Sizin ümumiyyətlə bu işinizdə demək olar aktual bir çox zəif yeriniz baş ağrılarıdır. Bununla bağlı istəyirəm danışaq. Buyurun. İndi sizdən sormaqçı gələnlərsən, baş ağrılarımız, gündəli, yəni həyatımızı qoruyan, yəni bütün bir kəsəllərinizdə aldığınız çıxan kəsəllik hamısı qopu baş ağrısı oluşu mümkün. İndi yox, baş ağrı. Doğrudan gəpirsiniz. Özü həyatda özü baş ağrı qoyur. Həyatımızın özü, yəni yaşayışımızın özü baş ağrı. Amma bu xronikləşəndə artıq ciddi fəsad verir. Yəni hər gün daimi baş ağrıları olmaz ki, insan... İndi məsələn, basım deyən nəsə var. Təzyiq deyilən bir şey var. Basım məsələn, özü düşdü başladı. Təzyiq aşağı gedir. Oldu məsələn, 5-10 il nəriyəqdə kəsəllər bulmaq. Məsələn, aptekələrim sanaqlı qoygan. Əvvəllər, misal üçün, təzyiq o qədər aşağı düşməmişdi, hava təzyiqdə, yəni belə deyək. O qədər də aşağı düşməmişdi, ona görə də xəstələr o qədər də çox deyil, təzyiq xəstələri. Magnetli bu rövdəydi, magnetli. Bu nəsələr bulmaq aldan başlayır. Əvvəllər... Hazır məyətə hər ayda bu basım bu gəndə təvliyinə kotarab düşürədi.Üşə basımla adam tanası yapışkandan keyin ruhiyatı yapışatdı.Üşə xəstəliklə özü yarışı dərti çıxarıverədi. Hə, rus dilində deyirləri maqnitna burya. İndi hər ayda baxa bildiyimiz bir vəziyyətdir. Əvvəllər arada ayda 1-2 dəfə görünürdü, yoxsa ayda ildə 1 dəfə görünürdü. İndi isə çoxdur. Bəli, ətraf mühitin təbii ki, təsiri böyükdür. Bizdə 2 cür baş ağrılarına danışaq İqbal bəy. Biri bizim ümumiyyətlə ruhumuzun yorulduğundan artıq ortaya çıxan baş ağrısı və biri də ciddi tibbi söykənəcək baş ağrıları. İndi biz bunların müalicəsini təbii ki, paralel yürüdə bilirik, deyilmi? Hər iki baş ağrılarında. Misal üçün, ruhumuzdan gələn baş ağrısı, başqa bir təsir var, təbabətdən gələn, yəni tibb yolundan gələn kəsəllik. Onu qanaq müalicə qilishimiz. Endi biz baş ağrı bo'ladimi, bel ağrı bo'ladimi, qaysi a'zosiga masalan xudo deb qo'l uramiz. Hansı, misal üçün, qabağınızı xəstə gəlibsə, Allah deyirik, hansı orqan ağrısa belə, Allah deyirik, elə ora əlimizi qoyuruq. Sırası effekt bo'ladı. Orasında da alışırıq ki, yəni müalicə eləyək. Yəni effekti sırası olur. Yəni o saniyə olur. Şu ruhiyatı biz tozalab bersak, mesela, baribir şu bosim ruhiyatga ta'sir qiladi. Biz elə əlimizin gücü ilə, ya bioenerji gücü ilə biz onun ruhiyyatına təsir edə bilsək, təmizləyə bilsək, elə təzyiq də yəni öz yolunda stabilləşəcək. Nə qədər müddət bir... Ruhiyyat indi, Quran həm şifa. Ruhiyyat üçün Quran şəfa verə bilər. İqbalcan, belə deyək də, artıq nə qədər müddət biz bir insan üzərində qoyuruq? Neçə günə, həftəyə, aylara bölürsünüz ümumiyyətlə müalicəni? Adamın təkəsəlli müalicəsini, yəni onun üstündə neçə gün işləşiz mümkün, yəni qanaqqa bölüşdürəsiniz. İndi, məsələn, bizdə uzağı 3 gün. Ən uzunu 3 gün. 3 gündür. İndi bir xilgi kəsəlliklər var, məsələn, insulga oxşayan, məsələn, yürəlməzlik kəsəlliyi. Bu xəstəlik bir xil kəsəllik etap olunur. Hə, məsəl üçün insult xəstəsi var, ya da yeriməyində əziyyət çəkənlər var. Onlarla, yəni şeydə də
bir etap müalicə edirlər, sonra da bir fasilə verirlər. Fasilə verib yenidən davam edirik. 3 turka olatda, 3 turka olgandan keyin bir 20 kun, bir oy o'tgandan keyin yana keladi. Başqatdan alış kerak. Yəni 3 seans keçir, 3 seans müalicə alır. Ondan sonra bir ay bir fasilə verir, sonra yenə təzədən 3 gün seans keçməlidir. Bu ağrıların müalicədən sonra geri dönüş ehtimalı varmı? O sizdən keyin o ağrıların arqaga qaytish ehtimoli bormi? Bor. Bu bizda seansdan keyin qo'zg'alib qoladi. Ne bo'ladi? Seans oladi, masalan, yengillashdimi, u kasallik odamni tanasiga singib olgan bo'ladi-da. Biz uni qo'zg'alib qilib aytamiz. Hamma joyda qo'zg'alib keyin 7 kunga o'sha odam rana kuchayadi, yengillash boshlaydi. Deməli, o xəstəlik qayıtmaq ehtimalı var. Çünki o bizim bədənimizə hopub bu xəstəlikdə. Ona görə də biz çıxartmaq istəyəndə elə bir tərpənmiş kimi bir şey olur da. Ona görə biz elə çalışırıq ki, basqıç, yəni yəqin ki, insana görə dəyişir, individual məsələ və ağırlıq dərəcəsinə görə bölünür. Hal-hazırda telefon xəttində tamaşaçımız var. Allah bilsin ki, suallar olacaq. Eşidək sizi. Axşamınız xeyir olsun. Salam, axşamınız xeyir. Axşamınız xeyir olsun. Buyurun. Biz həkimlə danışmaq istəyirdik. Mən özüm açıq ürək əməliyyatı keçirmişəm. 2 dənə də stent var məndə. Və bel onurğan bir gün mən dəhşət ağrır. Onu müalicə edirmi? Bir ricamız var. Bel onurğa ağrısından əziyyət çəkir. Təşəkkür edirik. Allah şəfa versin. Sualınız varmı? Sualınız var mı kəsərkən? Belinin qrijasında kəsərkən. O insan kelişkili biz aldığımız. Mən baxmalıyam onu deyir. Mən o adam... Bunun davası var mı mesela? Davası var deyir, yəni şəfası var. Bəli, təbii ki, biz hər zaman deyirik, əslində doktorların baxmadan müalicə etməsi və diaqnoz qoyması heç bir zaman düzgün qəbul olunmur. Ona görə, yəni müalicəsi və gedişatı var deyə dedi. Təbii ki, sizi müayinə etməsi və özü şəxsən qəbul etməsi lazımdır ki, artıq bu yola çıxılsın. Baxa bilsin. Uyğun bilsəniz, təbii ki, buyurun. Sınmayan bulsa, sınıq bulmasa, sınıqlar biz davolanmaymiz. O'sha grija, nerv qisilgan xastaliklar bo'lsa, o'sha biz qarashimiz mumkin. Yəni sınıq olmasın əsas, sınığı biz baxmırıq. Yəni əsas sinir olsa, əgər məsəl üçün grija olsa, belə bir şey olsa, baxa bilərik, yəni köməklə edə bilərik. Sınıq məsələsi təbii ki, yaşanmırsa, təbii ki, ağrılardır. Yəqin ki, belə oynaqda olan ağrılarla bağlı. Mesela içki organda, mesela başdagi o'simtalar, mesela va ichki ko'p kasallar bilan keladi. Birinchi MRT qilib keladi bizda. MRTda kasal holati ko'rsatsa, bizda seansdan keyin 3-4 kundan keyin mana natija bo'lganlar bo'lgan. O'sha MRT qog'ozni olib kelgan. Bizning videolarimizda bor. Bizdə xəstə var idi, beynində şiş var idi. Yəni onca gətirmişdi, xəstə seans almadan qabaq gətirmişdi MRT rezultatını. MRT nəticələrində əvvəlki. Sonra seansdan sonra, yəni 3-4 gündən sonra, yəni təzədən keçdi MRT-ni, gördü ki, nəticə yəni var. Yəni o şiş, yəni bədxassəli şiş deyirlər, yoxsa nədir? Elə o demək olar ki, soğurulmuşdu. Ko'ksatrozlar keladi, masalan. Artrozlar gəlir. Ko'ksatroz, yemirilishlar ko'p kelyapti bizda. Sümük yəni yeyilməsi. Oynaq, əzələ zəifliyi, belə hərəkət məhdudiyyəti yaşayan insanlardan. Ko'p kelyapti. Mana shular mana nechtasi hassasini otib olganlarni ko'rgan videolar ham bor bizda. Endi biz o'sha YouTube kanaliga kirib Bionur sohibi desa, YouTube kanalımızda var. YouTube kanalımız Bionur sahibi İqbalcan Saliyev elə şəxsi YouTube kanalı yazılsa, orada bütün, yəni vurğulamaq istəyir ki, mən doğru anladım. Yəni bütün artıq mənim müalicə etdiyim və nəticəyə ulaşdığım xəstəliklər orada artıq canlı olaraq görüntülənib və oradan da tanış ola bilərlər. Yəni cürbəcür xəstəliklərin, yəni görünüşü hamısı var. Instagramda İqbal Saliyev yazılır. Instagramda da səhifə var, orada da bir çox videolar var. Əgər maraqlansanlar, elə orada İqbalcan Saliyev. İqbalcan Saliyev, Bionur sahibi, bəli. Belə deyək də, bəzən biz özümüz harada nə ağrıdığımızı belə dərk etmirik. Yəni onu, məsələn, sizə o formada xəstə gətirilir, ümumiyyətlə xəstə danışa bilmir, nə baş verdiyini bilmir. Siz onu özünüz, məsələn, ayırt etmək gücə sahibik mi biz? Yəni onda konkret xəstəlik nədir
Və biz hansı gedişat üzrə yola Biz çıxaq? yoxsa həkim? Bəli, həkimdən. Həkim, hə. Əgər siz yanınızda bir adam kəsəyə gəpirməgən. Çünki ağır vəziyyətdə olan insan özünü ifadə edə bilmir. Yəni etibar verməydi. Məsəl üçün şu adam kəsə, siz onu kəsəlliyin tapıb bir alırsınızmı, yəni tapıb müalicə Yox, biz diaqnoz qoymaymiz. Biz diaqnoz qoymuruq. Diaqnozdan ki. Diaqnoz qoymaymiz. Faqat shu qaysi joyda shu kasallik bo'lsa, faqat Allohning qo'li uramiz xolos. Hansı yerə ağrıyırsa, yəni dəqiq göstərirsə ki, bax buram ağrıyır, elə Allahın köməyi ilə elə orasını müalicə eləyirik. Çoxdur müraciət edən bu tip xəstələr, deyilmi? Sizə müraciət qəllə qopmu? Yəni Özbəkistanda bildiyimə görə xalq təbabəti çox geniş inkişaf edib. Kəsəllə qopmu sizə müraciət? Nihoyatda ko'p bizda O'zbekistonda masalan Çox. kuniga bizda 500 mingta odam keladi. Gündə 500 nəfər, 1000 nəfər gələ bilər bizim yanımıza. O'zbekistonda ko'p keladi. O'zbekistonda. Endi biz hozir paytda biz chet davlatlarga chiqishga harakat qilyapmiz. Uzoq shahardan kelish qiyin bo'lyapti-da. Masalan, hozir bu yerdan keyin Peterga boramiz, Sankt-Peterburgga boramiz, Moskvaga boramiz, Turkiyaga boramiz. Shular rejalashtiryapmiz. Bizim yanımıza gələn xəstələr məsəl üçün çıxıb gediblər xarici ölkəyə, gələ bilmirlər. İndi onları da nəzərə alıb çalışırıq ki, biz də xaricə gedək, həm o xəstələrimizə baxaq, başqa bir gəlməyən Tələb güclü xəstələr bizdə. də baxa bilək. Yəni tələb güclüdür O deyənə. şərtnamə güclü başladılar biz bilan. Bizlə kontrakt bağlamaq istəyirlər. Təbii, bu haqda məlumatım var. Biz dünən elə danışdıq Azərbəylə də. Bu xarici ölkələrlə bağlı, sizlə bağlı, müqavilələrlə bağlı. Amma say günü-gündən artır. Yəni müraciət edən xəstələr. Sizə yanınızga kelgan kasallarni kundan-kunda sınavot ko'payyapti odam o'zi. Nihoyatda ko'payyapti. Hozir endi yəni niyə əvvəlkinə nisbətdə çoxalır? Nə baş verir bu qədər xəstəliklər artır? Endi ko'payyapti. Endi masalan haqiqatdan oxiri meditsina dorilarni yegizib ichkizib bo'ldi. Meditsina, tibb, yəni bütün bir cəmaatda dərmanları yedizdirdi, içizdirdi, doydurdu. Masalan meditsinadan noliganlar ham ko'p bo'lyapti. Endi o'shaning uchun meditsina to'g'ri Xudo deydi. O'sha Alloh deb qiladi endi. Kimdan qanaqa shifo topishini Alloh biladi. Masalan, mendanmi meditsina, men birov meditsina qoralamayman. Chunki masalan biz oxirgi momentda masalan odamlar nima bunchalik bo'lib ketdi desam, doktorda shuncha davolanish tuzalmadi. Nima bilan davolanib bo'lmadi degandan keyin men kelib, u birinchi keladigan odam kam bizda. Bizim yanımıza gələn əksər xəstələr həkimdən qutarıb sonra bizə gəlirlər. Yəni həkim müalicəsi köməklə eləməyib, yəni bütün bu dərmanları içiblər, qəbul eləyiblər, amma köməklə eləməyib, başa düşüblər ki, tibbiyyat deyil, bunların xəstəliyi təbibə gəlməlidirlər. Yəni axırıncı mənzil, yəni çarə yolu, çıxış yolu bunlar olub, ona görə bir gəlirlər. Təbii ki, tibbin də verdiyi faydalar danılmazdır və böyük bir faydaları var, biz bunu dana bilmərik. Amma bu insanın belə deyək də şəxsi istəyinə bağlı bir məsələdir və bir də burada psixoloji bir məqam var. İnsan öz şəfasını məhz sizdə görür və sizdə tapır. Əgər burada görən bir insanı biz məcbur təbii ki, tibbi müalicəyə göndərə bilmərik, deyilmi? Bir də, misal üçün, ko'rgan kasalimizni sразу же tibbiy muolaja, ya'ni muoyanaga jo'nata olmaymiz. Chunki, misal uchun, siz bilishingiz mumkin qaysida ko'rinadi, boshqa qiladi, ammo boshqasi bilmashi mumkin. Shuning uchun o'zimizdan chiqarib hech narsa ayta olmaymiz deydi. To'g'rimi bu? To'g'ri. Telefon xəttində tamaşaçımız var. Eşidək sizi. Axşamınız xeyir olsun. Alo, buyurun. Həkimə sualım odur ki, diz ağrılarının müalicəsi təbii yolla. Nəyi? Nəyin müalicəsini üzr istəyirəm? Diz ağrılarının müalicəsini. Tizzasi ağrırkən ularni müalicə qila olasizmi? Bizga bura xastalar ko'p keladi. Sog'aytiramiz. Bel xastalar cho'qdir. Mana videolar kirsin, tizza og'riq, bel og'riq. Bizni guruhimizga kirsin-da. Sizda hozir ham ko'proq odamlarda
bel og'riq, tizza og'riq. Əsas gələn xəstələr diz ağrısı ilə gəlir ya da bel ağrısı ilə gəlir. Yəni yaş məhdudiyyəti yoxdur. Konkret bir yaşdan sonra müalicəyə bir kara gəlmir. Yəni, elə bir şey yoxdur. Neçə yaşdan başlanır, kəsəl neçə yaşdan başlanır da fərqi yoxdur. Farqi yo'q. Bizda go'dak ham keladi, yangi tug'ilgan bola ham keladi. Ya da yeni doğulmuş uşaq da gələ bilər, ya da yəni qoca da gələ bilər, fərqi yoxdur. Aha, Mana hozir yaşın heç bir Ozarbayjonga mənası mana 100dan ortiq kuniga odam kelyapti. Azərbaycana gəldiyimiz gündən 100 nəfərdən çox adam gəldi. Artıq dünən mən Azər bəylə danışdım. Bir yaxınımızı artıq göndərmək istədik və artıq siyahı belə deyək də artıq mümkün deyildi deyə. Maşallah olsun, dünən gəlməyinizə rəğmən artıq təbii ki, yaş məhdudiyyəti yoxdur. Yəni istənilən yaşda əgər özümüzdə hansısa bir xəstəlik, təbii ki, biz dərk edirik ki, bizdə bir xəstəlik və narahatıq. Bununla bağlı tibbdən bəlkə də artıq getməkdə bir az istəksiz olan insanlar var və yaxud da öz müalicəsini və effektini bu insanda görüb, inam, etibar və yaxud da kimlərdənsə bununla bağlı bir mesaj, bir xəbər almışsınız, bir bilgilənmişsiniz deyə özünüzə də bunu təbii ki, yaratmaq istəyi varsa, gəlməkdə təbii sərbəst və azadsınız. Çox insanlar var ki, tibbi üsullarla və xalq təbabəti yolu ilə müalicəni seçirlər. Çünki bu dünya praktikasında əslində olmuş bir gedişatdır və bugün çox ailələrdə, hətta körpə uşaqlarımıza belə dərmanlardan daha çox hansısa bir üsullarla biz onları müalicə etməyə çalışırıq. Yəni illərdir, tarix boyu gələn bir şeydir. Yəni biz əslində təbii ki, bizdə əziyyət çəkən, dediyimiz kimi bel, oynaq, diz qapaqlarında olan ağrılar çoxdur. Bəzən insanlar bunu nə ilə bağlayırlar, bəzən nəticələr qarışır, müalicələr düz getmir, biraz da kəskinləşir və ağrılaşır fəsadlar. Onunla bağlı təbii ki, İnşallah ki, sizə müraciətdə nəticələrimiz yaxşı ola bilər. Körpə uşaqların müraciəti daha çox nə ilə bağlı olur? Kiçik çaqalaqların ko'proq sizga qaysi kasalliklar bilan kelishadi? Bizda ko'proq DSP, yuralmagan, Cerebralni paraliç deyirlər rus tilində. Serebral iflic. qaddini ko'tarolmaydiganlar. Bədənini saxlaya bilməyən uşaqlar. Müqavimətini saxlaya bilməyən. Serebral iflic xəstəliyinə. Gapirmaydi. Danışmayan uşaqlar gəlir. Shunaqa kasalliklar ko'p keladi. Lekin bu narsa natijalar bo'lgan. Masalan, bular hammasi ko'p etap bilan olinadi. Bu hissə-hissə belə xəstəliklər hamısı hissə-hissə götürürük. Çünki belə bir dəfədən müalicə eləmək olmur onları. Ona görə də hissə-hissə biz müalicə eləyirik bunları. Lekin natija masalan 10 tadan 3 ta 4 ta odam shifo topsa ham katta gap. Belə xəstəliklərdə 10 nəfərdən 3-4-ü şəfa tapsa, elə o böyük nəticədir mənim üçün. Bizdə tabobatda bu medisinada ham bu katta narsa masalan o'zish masalan hech kim 100% masalan men tuzatib yuboraman, yaxshi bo'lib ketadi demaydi masalan. Tibbiyatda belə bir xəstələri 100% garantiya ilə, yəni garantiya vermirlər ki, sağalda bilərəm deyə. Ona görə də biz də çalışırıq. Ruhiy kasalliklarda, psixik kasalliklar ko'proq insonlarda xudo demagan, ota-onasi qarg'ishini olgan odamlar hamchi ko'p xasta bo'ladi-da. Uni tavbasini qilish kerak-da. Tamam. Deməli, belə ruhiy xəstə adamlar var. Məsəl üçün psixoloji xəstəlik yaşayan adamlar var. Məsəl ya da ki, valideynlərin qarğışını alan adamlar var. Onlarda yəni bir çox xəstəliklər yarada bilər bədəndə. Onlar da sağalmaq ehtimalı biraz aşağıdır. Və insanlar var ki, vicdan əzabı ilə ömür boyu yaşayır və onu artıq daşıya bilmir. Vicdan əzabı çəkir. Onun da insana verdiyi bir sıxıntı var. Vicdan əzabı var ya, onu ömür boyu taşıyır. Özü bilan görədə deyil, ucu bu azab bilan yaşamayıb etişədi bu nərsəni. Sizcə bunu sağaltmaq bu qalbi qora odamlarda ko'proq shunaqa bo'ladi. Qəlbi xoş niyyətlini onlara ötürə bilirik ən azından. Çünki ətraf insanları da öz auraları ilə belə deyək Hamma davlatda var. Biz O'zbekistonimizda ham bor. Bizdə öz yəni müsbət energiyamızdan ularga o'tkazolmaymizmi? Ular bilan gaplashib. Tamam. Toza ularchi, masalan, toza energiyangizni olib qo'yadi ular. Onlar yəni təmiz energiyanı soğururlar. Soğururlar və artıq insanda güc qoymurlar. Ularda qora energiyasini o'ziga qabul qilib olasizlar. Daha güclü telefon bağlantımız var. Eşidək sizə, axşamınız xeyir olsun. Buyurun. Xeyir olsun. Hər birini salamlayıram.
Doktorun sualımdır. Anamın diz ağrıları var. 3-cü dərəcəli bir sümük yeyilməsi deyirlər. Belə bir şeydir. 3-cü dərəcəli sümük yedirilişi Yaşını var. neçədə anamızın? Anasının. Artı 70'e yaxındır. 70 yaşlı anasının sümüyü yediriliş Sualınız var varmı doktor? Sualınız var mı? Yo, ben o'zi tushundim onu, suya yemirishi bu Sümüklərində yeyilmə. ko'rsatuvchi holatidir bu. Bu suya yemirishini birinchi ochida biz seans orqali to'xtatamiz. Biz seans birinci növbədə bu yeyilmə prosesini dayandırırıq. Birinci seansda. Suyu to'xtatib turib, şöyle ko'proq bu ko'proq pandemiyadan keyin bu kasalliklar ko'p tarqaldi. Pandemiyadan sonra çoxalıb Bəli. Bu odamlarda şurası kuchaydi hozir. Yəni böyük yaşlı adamlarda bu sümük yeyilmə prosesi çoxalıb da, yəni. Endi yo'q, bu holatda o'z Yəni müalicəni eləyə bilirik. muolaja bo'lsa, bularda masalan yemirishdan masalan bizlar Tamam, növbəti tuzalsa bo'ladimi bu Hə, narsa? mümkündür deyir. telefon xəttində növbəti tamaşaçımız var. Onu da eşidək. Axşamınız xeyir olsun. Buyurun. Xeyir qardaş, axşamın xeyir. Qızım, bu televizorda danışır, bu dizlə, nə bilim, sinirlə həkim, bu baş papaqlı. Bu əvvəlki nömrəsini çatdırıb yazamadım. İndi o nömrəmi verdilər, ona yığdım. Bu harda yerləşir? Bu necə həkimdir? Sizi caizədir. Təşəkkür eləyirik. Həkimimiz əslində Özbəkistandan təşrif buyurub. Xalq Təbabəti Assosiasiya Cəmiyyətinin üzvü və Bionur sahibidir, yəni təbibdir. Bu artıq Özbəkistanda təbii ki yaşayır. Ayın 20-sinə qədər Bakı şəhərində olacaq və aşağıda bizim ekranlarda hər halda nömrələr göstərilir, deyilmi Yeganə xanım? Əlaqə telefon nömrələrini xanım deyir orada qeydə ala bilmədim. Mümkünsə bir də dönüş edin və nömrələri götürməyə ekrandan. Qoy tamaşaçılar onları götürməkdə sərbəst olsunlar və Bakı şəhərindədir. Ünvanı yerləşəcək. Siz zəng vurduğunuz zaman sizə ünvan deyiləcək. Sizə caizi telefon. Axşamınız xeyir olsun. Növbəti tamaşaçımız var. Eşidək sizi. Buyurun. Eşidirik. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Hər birinizi salamlayırıq Quba rayonundan. Aleyküm salam. Buyurun. Biz həkimimizlə əlaqədardır. Yəni ki, bu təbii yollarla, yəni ki, iynəsiz, dərmansız müalicə aparır da. Elədir xanım. Bəli. Şübhəliniz verin. Yəni doğru Deyir ki, ürək xəstəlikləridir. Yəni ki, bütün xəstəliklərə əlac qılırmı həkimimiz? Bizim təbib zaten vurğuladı. Bel, oynaq, sümük əzələlə ağrılardır, baş ağrıları. Yəni insan bədənində baş verən və artıq əminliklə də vurğulanır ki, mənə gəldikdə sizin diaqnoz nəticələrlə gəlin və sonra diaqnoz nəticələri eyniləşdirin deyə əminliklə artıq vurğulanır. Yerini, ünvanını təbii ki, yəqin ki, onunla bağlı soruşursunuzsa, orada telefon nömrələri qoyulub. Mümkünsə həmin telefonla əlaqə saxlayın. Çünki yerdiyi mərkəz və onu Bakı şəhərinə gətirən insan birbaşa həmin telefondadır. Aha, efirimizin də sonuna yaxınlaşırıq. Sonuncu telefon bağlantımız, çox təəssüf olsun ki, telefon bağlantıları nədənsə efirin sonuna yaxın alındı və çoxdur, biz ala bilmirik. Eşidək sizi də, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun, buyurun, eşidirik sizi. Axşamın xeyir qardaş, axşamın xeyir. Axşamın xeyir qardaş. Bu həkim harda yerləşir? Onun yanına necə gəlmək olar? Mümkünsə Yeganə xanım, telefonların nömrələrini İlmir bəy ekrandan götürməyək, ekranda qalsın. Bakı şəhərində yerləşir, 8 gün artıq burada olacaq və həmin nömrələrə zəng etməklə birbaşa sizə ünvan deyiləcək və yəqin ki, qəbul saatında zamanı deyiləcək və ora təşrif buyuracaqsınız. Sadəcə nömrələr vasitəsilə əlaqə saxlamanız artıq məsləhət görülür. Yəqin ki, artıq orada qeyd etməkdə imkanınız var. Təbii ki, efirimiz artıq yekunlaşır. Mən sizə dərin təşəkkür eləyirəm. İlk öncə Azərbaycana gəlişinizdə məhz bizi seçdiniz, bizim proqramı seçdiniz. Buna görə sizə minnətdarıq. Mən şu televideniya xodimlariga, şu dasturni boshqaruvchilariga, sizga mən minnətdarman. Proqram aparıcılarına, üzvlərinə, hamısına çox minnətdarlıq edirəm. Mana sizlar dunyoga tanitasizlar, dunyoga ko'rsatasizlar, lekin siz o'zlaring qanchalik mashaqqat bilan o'z ishlaysizlarga men hozir ko'rib turibman-da. Nə qədər əziyyət çəkirsiniz bizi tanıtmağa. Shunchalik ishlaydi, baribir sizlarni ko'rib hayratda qoldim.
Haqiqatda sizlarga Bəli. omad tilayman. Sizə uğurlar arzu edirəm. Gördüm nə qədər əziyyət çəkirsiniz bizi tanıtmaqda, televiziya bu işdə gülləsin. işləməyə. Bəli, televiziyanın Arzu çətinliklərindən edirəm ki, danışırsınız. Hər iş çətindir, bəli. Əslində biz təşəkkür edirik. Yaxşı ki varsınız, yaxşı ki neçə xəstə insanlara şəfa verirsiniz. Bunun özü əslində böyük bir göstəricidir. Əgər insanın niyyəti safdırsa və yaxşılıq üçün belə deyək də nə isə yaratmaq, bunun üçün doğulubsa və bu missiyanı yerinə yetirməkdə yorulmadan çalışırsa, sanki o insana təşəkkürdən başqa bir şey düşmür. Ona görə bir daha minnətdarıq və mən sizin, belə deyək də, artıq metodikanızın, terapiya üsulunuzun və nəticənizi öz yaxın dostlarımda mən artıq bunu keçən dəfə gəlişdə artıq gördüm. Yəni, əgər subyektiv fikrim olaraq soruşulursa, heç bir formada danılmaz bir nəticələr oldu. Bir daha təşəkkür edirəm. İnşallah ki, səfərləriniz bol olsun, çoxlu insanlarımıza şəfa verəsiniz. Bugünlük bu qədər sağlam can və sağlam ruh arzulayıram. Sabah görüşmək ümidi ilə. Sağ olun.